Ya Allah. Bismillah. Şeyx Tusinin İmlalar kitabında 1-ci məclisə aid 21-ci hədisi oxuyacağım. Bu hədis Yasin surəsində keçən ayənin təfsiridir. Yasin surəsində belə bir ayə var. Yəni, bu ayə şən-i nuzul olaraq nazil olub. Şən-i nuzul, yəni axirəti, qiyamət gününü inkar edən bir kəsim barəsində nazil olub. Bu ayə nazil etməklə Allah Teala həm o şəxsə və həm də qiyamətə qədər gələn insanlara, axirət barəsində şübhə edənlərə bir cavabdır. Buyurur ki, وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ. Allah Rəsulunun yanında bir nəfər çürümüş sümükləri götürdü əlinə, havaya sovurdu, dedi bu çürümüş sümükləri hansı qüdrət bir daha bu həyata qaytaracaq, dirildəcək. Bir sözlə ölüb dünyasını dəyişmiş insanları bu dünya həyatına kim qaytaracaq? Bu necə baş verə bilər? Bu ayə nazil oldu, əyani şəkildə cavab verdi. Buyurdu ki, yəni bir nəfər çürümüş sümüklərə götürərək əlinə bizə misal vurur ki, bu sümükləri kim dirildəcək? Bir halda ki, əlimdə toz oldu, getdi. Ey mənim rəsulum, denən belə bir şəxsə, qul yuhyihəlləzi ənşəəhə əvvələ mərratin. Ona de ki, həmin sümükləri, çürümüş sümükləri o kəs dirildəcək ki, onu ilk dəfə yaratmışdı. Və huvə bi kulli xalqin əlim. O Allah hər bir yaranışa yaratmağa, hər şey yaratmağı, xəlq etməyə alimdir, biləndir. Hər bir şey xəlq etməyi biləndir. İndi bu ayənin mahiyyəti, yəni xülasə məqsi bundan ibarətdir. Qiyamətdə insanların diriləcəyinə və özünün dirilib Allaha hesab kitab verəcəyinə şübhə edən hər kəsin diqqətini Allah bir məqama yönəldir. O da bundan ibarətdir. İnsan bu dünya həyatında mövcuddur. Bu mövcud dünyasını dəyişəcək, aradan gedəcək və bir daha bu həyata qaytarılacaq. Allah Müteala isə cavab verir ki, səni vaxtilə yoxdan mən xəlq elədim. İndi sən hazırda mövcudsan, varsan bu dünyada. Mövcud olan bir şeyi aradan getdikdən sonra qaytarmaq daha asandır. Amma sən özün hal-hazırda bir zamanlar yox idin. Səni Allah ilk dəfə yoxdan yaratdı. İnsan surəsində Allah buyurur ki, Həl ətə aləl insəni hinun minəd-dəhri ləm yəkun şeyən məzkura. İnsanın elə bir zamanı var idi ki, həmin dövrdə, həmin zamanda İnsanın nə adı var idi, nə sanı var idi, nə əsər əlamət yox idi. İstənilən bir kəsin adını çəksən, vaxtilə dünya həyatında ondan bir əsər əlamət yox idi. Bizim hər birimizdən 100 il bundan qabaq əsər əlamət yox idi. Allah Müteala da cavab verir ki, yoxdan xəlq eləmək daha asandır, yəni sizin nəzərinizdə. Amma halbuki sən indi mövcudsan. Mövcud olub yox olduqdan sonra səni bir daha bu həyata qaytarmaq daha asandır. Qiyamət barəsində şəkki, şübhəsi olan insanlara bu ayə həmişəlik cavabdır. Quran-ı Kərimin bu ayəsi Yasin surəsi 79 və 78-ci ayələrdə. Ümumən Quran-ı Kərimin ayələrinin bir çox hissəsi elə axirət barəsində insanları axirətə inandırmaq və axirətin sübut etmək barəsində danışır. Peyğəmbərlərin də həyatı boyu Peyğəmbərlərin üzləşdiyi ən böyük çətinlik təvhiddən sonra insanlara axirəti inandırmaq, axirəti sübut etmək olub.
Çünki insan hər zamanda və əsrdə, yerdə yaşamağından asılı olmayaraq, bir zaman Allahına hesab kitab verəcəyinə inanarsa, onun rəftarı, düşüncələri, hər bir hərəkəti dəyişəcək. Qiyamət gününə inanmaq, iman gətirmək insanın dünya həyatını islah edir, tərbiyə edir insanı. Bu inamın özü insanı tərbiyə edir. Ona görə də peyğəmbərlər həmişə çalışıblar insanlara axirət və hesab gününə inandırsınlar. Yəni insanlar inansınlar ki, bir gün öz Rəbləri ilə görüşəcəklər və Allaha hesab kitab verəcəklər.